Xoş gördük. Dalğa FM radiosundan hər birinizi salamlayırıq və xoş eşitdik. Həm dinləyənləri, həm sonra da izləyicilərimizi də salamlayırıq və bu gün də gəlmişik sözsüz ki, sənətdən danışmağında və həm də öz səsi ilə, sənəti ilə uzun illərdir ki, bizim sənət aləminə, musiqimizə, milli musiqimizə öz töhfələrini verən sənətkarlarla biz sizi görüşdürürük və bu gün də gözəl qonaqlarımız var. Hava da gözəldir, qonaqlarımız da gözəldir, ab-havamız da gözəldir və bunu sizə ötürməyə çalışacağıq. Aparıcımız da gözəldir. Təşəkkür edirəm. Çox sağ olun əzizlərim. Gözəl insanlar, düzdür, çox uzaqlardan gəliblər, səfərdən gəliblər. Ah, Avropa, Avropa. Bəli, Avropa səfərindən düzdür, bayram ərəfəsində mart ayında bolluca bizim milli musiqimizi elə Mədəniyyət Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində, Avropa ölkələrində təmsil edən bizim gözəl səsli sənətkarlarımız, xanəndə Rəvanə Qurbanova, xoş gəlmisiniz. Salam, necəsiz? Hər kəsi salamlayıram. Çox Bizi sağ olun. dinləyən tamaşaçılarımızı salamlayıram. Sizi salamlayıram. Xoş oldu, uzun illərdir Bəli, görüşmürük, bəli. canımsız. Var Hər kəsi olun. salamlayıram. Ümid edirəm ki, bu gün çox gözəl gün olacaq. Rəvanə xanım özü də bəyənib buraları. Hə, çox Ab-havanı, qəşəngdir, hə. buranı, əhval-ruhiyyəsi yaxşıdır. Şökət xanımın da o gözəl səsini, Bəli. ifasını eşitdim ümumiyyətlə çox gözəl. Və elə bizim Rəvanə xanımın da həmkar dostu, elə bizim də dostumuz. Uzun illərdir ki, bu sənətdə və son dövrlərdə hara baxırsan maşallah Rəvan Qaçayevı görürsüz. Xoş gəlmisiniz Rəvan. Çox sağ olun Sevinç xanım, xoş gördük. Çox sağ olun dəvət üçün. Mən də sizi salamlayıram, dinləyicilərimizi salamlayıram. İnşallah gözəl bir veriliş olacaq. Bəli, bugün əlbəttə ki, sizin ifalarınız da olacaq. Dalğa FM radiosuna təqdim olunan ifalar da səslənəcək. Amma ilk olaraq mən istərdim elə səfərinizdən danışaq. Çünki səs sorağı uzaqlardan gəlir. Elə sizin də səs sorağınız uzaqlardan gəlir. Sənət adamının ümumiyyətlə ən başlıca missiyası həm də vətənini, ölkəsini, milli musiqisini və əlbəttə ki, bu bizim sərvətimizdir. Muğamımızı təbliğ etməkdir və bunu Rəvanə xanım siz daha öncələr başlamısınız. Bugün Rəvan bəy də bunu bu işi davam etdirirsiniz. Sözsüz ki, burada musiqiçi dostlar da var ki, Rövşən Qurbanov, salamlayırıq efir vasitəsilə, Toğrul Əsədullayev. Onlar isə anons edim, elə sabah onlarla həm söhbət olacağıq inşallah. Odur ki, bizi izləməkdə, dinləməkdə davam edin. Bir qədər səfər barədə istərdik. Düzdür, çox danışmısınız, amma məncə elə danışmağa söhbətlər çoxdur. Düzdür. Deməli, Rəvan başlasın. Buyurun. Rəvan Bizim bəy. səfərimiz oldu. İlk səfərimiz İtaliyanın Roma şəhərinə oldu. Orada əslində Rəvanə xanım da elə biz komanda şəklində gedirdik. Sadəcə bir sənətdə biraz problem oldu vizanın vaxtında. Çox gözəl bir hadisə Hava baş limanından qayıtdı Rəvanə xanım. Nə danışdığını bilmirdiniz. Sən çox belə 20 illik təsəvvürləyin ki, sənət İlk oldu da. dönəmimdə ilk dəfədir ki, belə bir şeylə rastlaşdım. İkicə günün fərqi yəni Bizim 2 günlük viza fərqi. Mənim düzdür, pasportumun vaxtı bitmişdi. Vizam ola mən dəyişməli oldum məcburiyyətdən. Pasportumun ki vaxtı bitirdi. Ona görə dəyişdik və dəyişdiyimiz dövrdə mən baxmamışam. Həm ki viza olub deyə. Bəli. Sən demə 17-si 18-nə keçən gecə vurulubdu. Mən də 17-si 18-ə keçən gecə Fransaya yəni getməliyik də. Amma bu İtaliya səfəri də belə çıxana dedik viza var. Sən demə 14-dən 15-nə keçən gecə artıq hamımız hazırlaşmışıq. Gedirik həvəslə. Ki belə var. Yolda Gecə saat 3. Gecə saat 3 dedilər ki, Rəvanə xanım, bəs Gedə belə bilmirsiniz, hə, gedə qayıtdı. bilmirsiniz. 14-dən 15-nə orada sizi saxladacaqlar. İnanırsınız ki, İnanılmaz. o qədər sələ mən dedim ki, yaxşı ki, Rəvan gedir. Rəvan da olmasaydı. Bəs xanədə kim olacaq? Kim olacaqdı? Üçümüz getdik. Allah Mən üzümüzə Toğrul baxıb Rəvanə Əsədullayev. belə Rəvanə sən də yoxsan, bəs mən tənliyəcəm deyir. Bir də deyən görə sənət burada qalırsan da mən deyirsən. Ən çox Rövşən müəllim qan almışdı. Oldu hə ki. Məsuliyyət. Məsuliyyət üzərimizdə, amma sağ olsunlar. Çünki həmişə olmayan bir şeydir. İlk dəfədir deyə çox sağ olsunlar. Çox gözəl qarşıladılar yəni bunu da. Yəni Yəni gözlənilməz bir hadisədir. Bəli. Ondan sonra da Bizim İtaliyanın Roma şəhərində konsertimiz oldu. Deməli, Elə Romada mədəniyyət- siz çıxış etmisiniz. Bəli, bəli. Orada siz öz çıxışınızdan o zaman Bəli. danışmalısınız. Bəli. Bizim Mədəniyyət Nazirliyinin xətti ilə getmişdik Romaya. Aha. Doğrudan da ki Roma mədəniyyət şəhəridir həqiqətən. Yəni inanın ki, Rəvanə xanım orada konsertdən sonra bizə yaxınlaşdılar. Yəni çox sayda insanlar da, yaş fərqləri, nə bilim, cavan da var idi, biraz yaşlı da var idi. Bizə təsəvvür etməli deyir ki, indi orada tərcümə ellərdə danışdı. Əsl Romalıdır, İtaliyalıdır. Deyir ki, sizin deyir musiqi deyir, elə bil deyir başladınız, birinci deyir yavaş-yavaş deyir, bizi öyrəşdirə-öyrəşdirə bu danışır mənə.
öyrəşdirə deyir, ən Analiz axırda eləyir. gəlir deyir, elə bil bizi hazırlayırsınız, gətirirsiniz. Axı muğamın da xətti elə odur da, muğamın da fəlsəfəsi odur. Gəlir deyir, Yəni fəlsəfəni anladı. Anlayır. o mənə danışır, inanın, hə. Mən çox belə şey O təcrübə elədim ki, kulminasiya nöqtəsində hə, də deyir, kulminasiya deyir, gəlir orada belə bum. Axırda gəlir məsələn zillə də qutarırıq. Yəni ona ayaq görə eləyirik. deyirlər o irsindən, irqindən, nə bilim, Musiqinin bəli dili yoxdur, həqiqətən. Həqiqətən mən onu orada kəşf elədim. Şahid oldunuz. Bəli. Yəni orada gördüm belə bizim də musiqimizdə fəlsəfəsi o idi. Nə xoş bizə ki biz onu çatdıra bilmişik. Əsas deyir çatdıra bildiniz. Yəni o mesajı ötürə bildiniz. Milli Onu indi hər musiqimizi. adam da indi başa düşmür də. Onlar gör nə qədər O da var. musiqini hiss eləyirlər ki, onlar dilimizi bilmirlər. Yer gəlsə bizim milli musiqimizdə onlar bəlkə də yaddır da, yəni. Bəli. Amma ki gəlin Amma başa necə düşürlər. deyirlər o İtaliya ümumiyyətlə opera ölkəsidir, operanın Bəli. vətəni və orada da o İtalyanlar da o istiqanları, o temperamenti, necə Bəli. ki onların operalarında görürük, o muğamımızda da o coşqunu onlar Bəli, hiss görürlər, ediblər. Bəli. Bəlkə də o deyir o qanla keçən bir istedaddır, bir nə bilim, bir sevgidir ki, ötürülür. Fransada artıq siz də qoşulursunuz. Fransada gəldilər, sonra elə həmin gün 17-si və 17-si artıq biz Fransaya getdik getdik bir yerdə. Fransaya. Fransada yenə Mədəniyyət Nazirliyimizin Bəli. və səfirliyimizin, Fransa səfirliyimizin Leyla xanıma dərin təşəkkürümüzü bildiririk. Salamlayırıq Mübarək xanıma bizə baxsa. təşəkkürümüzü Sağ olsun. bildiririk ki, bax gözəl belə bir konsertə, layihəyə imza Bəli. atdılar. Çox gözəl qarşıladılar. Azərbaycan və ilk dəfə idi ki, bizə dedilər, Rəvanın ifası səsləndi. Rəvanın ifası səsi bilirsiniz ki, Rəvan indi sazla da çox gözəl. Bəli, elə ondan ayrıca çıxışları var, çox danışacağıq. gözəl. Konsert öz muğam çıxışımızı etdik və sonda Rəvan sazla ifasına başlayanda gördüm ki, hər kəs oynamaq istəyir zalda, amma heç kim durub oynaya bilmir. Amma hamı da istəyir oynasın da. Yəni indi orada da olan Azərbaycanlılardır da, Bəli. elə bir ortam Bayramda düşünün. Novruz bayramında Siz təsəvvür həmrəylik bir eləyin ki, bayramdır. Rövşən gördüm mənə belədi, qavalı qoy qırağa, dur dedi, oynat birini, duracaqlar. Dedim, yox, hayır Rövşən, birdən duraram. O durmazlar, pis olaram da. Dedi, yox, narahat olma, elə hamısı onu gözləyir. Gözlərindən Təsəvvür oxudu. eləyin ki, Rəvan oxuyur. Mən də qavalı qoydum qırağa. Düşdüm, elə birinci Səfir xanımımızın əlindən tutdum. Allah bir düşdü, hamı düşdü ortalığa. Deyir ki, ilk dəfədir ki, deyir, bu uzun illər ərzində həmişə deyir, rəsmi tədbir kimi deyir, biz deyir, konsert, yəni bədii hissə həmişə deyir, çox rəsmi keçir. Bəli. İlk dəfədir ki, deyir, siz deyir, gələndən sonra bu qədər deyir, burada deyir, coşqu yarandı, hamımız durduq, oynadıq. Bizə Ay, necə nə deyir, gözəl. ləzzət elədi. Əsl bayram yaşatmışsınız. Hə. Bəli. Rəvan da belə çox gözəl, belə sazlı, sözlü, baxmadan da o da bizim Repertuarımız Azərbaycan- maşallah çox Çox zəngin idi. gözəl, Yəni çox elə elədi zəngin. ki, həm dinlədilər, əvvəldə muğam da oxuduq, xalq mahnıları da oxuduq, Bəli. təsniflər də oxuduq. Bir saat kimi dinlədilər. Həm düşündülər, Bəli, həm musiqi düşündülər, təqdim bəli. etdi, həm də o Həm də əyləncəli ki, tərəfi də birlikdə oldu. rəqs elədik. Lent yazıları da var. Yəqin ki, o Var. paylaşımları da Var, edirsiniz. var. Sosial media Hamısı hesablarınızda mən də qısa fraqmentləri izləmişəm. Əlbəttə, milli musiqimizin təbliğatı uzun illər bizim böyük sənətkarlarımız tərəfindən bu iş davam etdirilib, necə deyirlər, bir ənənə halına alıb və çox sevindiricidir ki, əlbəttə ki, dövlət xətti ilə bütün təkcə bayramlarda deyil, elə adi günlərdə də bizim soydaşlarımızı, orada yaşayan əlbəttə ki, musiqiçiləri də, musiqi sevərləri də, ürəyi, qəlbi vətənlə döyünənləri də hər zaman məhz elə sizin yolunuzu gözləyirlər də. Yəni bunu yəqin ki, siz özünüz görürsüz ki, yəni necə onlara bayram bəxş edirsiniz, necə bir savaba girirsiniz. Elədir, düz deyirsiniz. İnanın Allaha, o qədər sevinirlər. Biz gedəndə bax Fransadan sonra biz Rövşən onu reklam arası dedik. Rövşən yeni mahnı yazıbdı, özü bəstələyib. Çox gözəl mahnıdır. Özü yazıb. Öz hə. ilk mahnıdır ilk mı? mahnısı. İlk Bəli, bəli. dəfədir çünki mən eşidirəm ki, özü yəni ki, bəstələyib. İllərdir deyirdi, uzun illər Aa. Serj xanım deyirdi ki, yazacağam. Vaxt eləyib bir şey ortaya gətirə bilmirdik. Elə boşluq idi. Hər dəfə deyirdi ki, mənə söz təqdim elə, söz. Mən də təsirlənmək üçün. evdə Gülağa Tənha çox gözəl insan. Gülağa Tənhanın kitabları var bizdə, çox kitablar var. Elə nədənsə əlimə o təsadüfdən gəldi. Açdıq Gülağa Tənha, baxdım dedim ay Rövşən, burada çox gözəl sözlər var, çox gözəl şeirlər var. Hə. İnanırsınız ki, elə bir dənəsini tapdı, elə zəmanəyə uyğun, sözlər o qədər romantik, düşündürücü, sevgiyə aid.
çox belə də maraqlı sözlərlə yazıldı. 1 saatın içində yazdı Rövşən onu. Verdilər aranjmana. O yan bu yan mahnı quruldu. Təsəvvürün sxemi Və quruldu. siz ifa elədiniz. Mahnı da mən təsəvvürün həmin anda da elə bil Allah dözür qoşsun deyir sənin işimi. Bu səfər çıxdı ortalığa, dedim ay Rövşən elə gedirik də. Ki bir gün də əlavə vaxt götürək. Biz elə klipimizi orada çəkək. O, özüdəki elə sevgi vətəni olan Parisdə. Parisdə. Valla çox gözəl belə həm gündüz çəkdik, həm gecə sağ olsun. Möhtəşəm. İnanırsınız ki, Rəvan, Toğrul bəy hamısı mənim üçün əziyyət çəkdilər. İndi qadınların kaprizini bilirik. Dözdülər. Oradan durmadım, buradan hamısı çəkdilər. Heç bir əziyyət yoxdur, xeyir olsun, gözəl ifa eləmisiniz, həqiqətən. Ondan sonra da biz orada qaldıq, klipə görə gedə bilmədik. Əvvəldən ki planlaşmışdı Bəli. və həmin anda sağ olsunlar. Bax deyir sizə üst-üstə düşür. Bilirlər ki biz gəlirik. İnanırsınız, hamısı bilir də ki gələn kimlər gəlir, kimlər. Bəli, bəli. Bütün ölkələrdən hara kora yaxındır. Hamısı istəyir. Başqa Gəlirlər, şəhərlərdən, yığışırlar. başqa Biz ölkələrdən. dəvət eləyirlər Mütləq. ölkələr ki, biz də istəyirik. Gələ bilirsinizsə gəlin. Onlar Bizə sizi də dəvət olsun eləyir. konsertdə. Elə bil o yolu gedirik də. Diaspora xətti ilə bir, yəni o Bəli, dəvət bəli, olunur diaspora. yəqin Bəli, ki. ki ona görə elə həmin anda bildirlər ki Hansı biz ölkədən gedirik. məsələn dəvət olundunuz sonra? Bizi Estoniya dəvət elədilər. Nə gözəl. Bəli, ora diasporamıza təşəkkür edirik. Orxan bəyə, Zəhra xanıma. Bəli. Rövşən müəllimgilin klip çəkişi var idi, Rəvanə xanımın. Aha. Onlar qaldılar Fransada 2 gün əlavədə Bəli. belə deyək. Əlavə deyəndə elə səfərin ortasında idi. Yəni belə Bəli. bir yəni təsadüf oldu ki, yəni bizim vaxtımız oldu da. Biz buradan gözəl. Ələkbər müəllimi dəvət elədik. Əməkdar artist Ələkbər Ələkbər. Salamlayırıq Ələkbər müəllimi Gözəl də. sənətkarımızı. Dadımızı. Və mən Toğrul müəllim Əsədullayev biz yollandıq Estoniyaya, Tallin şəhərinə. Orada da bizi Finlandiyadan da nağaraçalan dostumuz Əli Məlikov gəlmişdi. Onu da salamlayıram. O da bizim Komanda yığıldı. orada inanın ki, Yetər ki Özləri istək olsun. istəyirlər, inanın, Bəli, özləri yetər ki istəyirlər. siz istək inanın olsun. Sevinç xanım belə 40-50 dəqiqə kimi proqram hazırlamışdıq. Amma ki, Möhtəşəm. yəni orada elə bir tək idim də. Necə yəni ki qarşıladılarsa saat yarım konsert vermişik. Ay. Saat yarım da görümcü saat Bəli, yarım gedib. bəli. Belə onsuz da yəni həmişə əlavə repertuar götürsən ki, birdən də ola bilər. Aha. Yəni münasibətə baxır da o. İstəyirlər Hə. davamlı. Saat yarım konsert oxumuşuq. Çıxıram, cəmaət deyir ki, yox da, yox, bitməsin də bu Buraxmırlar konsert. sizi. İnanın, Vallahi, Allah hə, and olsun. Yəni vallahi adam çox belə- maraqla qarşıladılar. O bizə enerji verir də. Biz Bəli, ona əlbəttə daha o sizə stimul verir, stimul sizi də olur, yaşadır, sizi də motivasiya Bəli, edir də. bəli. Yəni Çox sənətçi gözəl üçün nə lazımdır qarşılayırlar, bundan? Sevinç xanım. O Bəli. qədər gözəl. Bəli, qarşılayırlar. oradan sonra getdik Hollandiyaya. Rəvanə xanım, birləşdik orada. Rövşən Orada artıq müəllim. birləşdiniz Orada yenidən. Orada birləşdik. birləşdik yenə də, hə. Orada da sağ olsun bizim çox gözəl, dəyərli bir xanımımız var. Çox gözəl insandır. Yəni ki, onlar o qədər Hollandiyada o qədər gözəl işlər görürlər ki, Bəli, o qədər gözəl xalqımız üçün, layihələr, vətənimiz üçün. Avropa kimi yerdə həqiqətən də yəni bu qədər Azərbaycanımız üçün bu qədər yəni işlər görmək, elə də valla baxırsan ki, elə də asan Asan deyil, deyil. bəli, Çox bəli. çətindir həqiqətən də və azdılar yəni orada olan üzvlərimiz, amma o qədər gözəl. Məsələn Maysə xanım, Maysə xanım o qədər Hollandiyada işlər görüb. Salamlayıram Maysə xanımı. Salamlayırıq Gözəl insan. bizdən, bəli. İlham bəy, Cəfər bəy, hamısı çox əziyyət Yəni çəkirlər orada. Hər ildə bəlkə də 4-5 dənə, bəlkə də 10 dənə layihələr həyata keçirir Maysə xanım. bəli. Çox aktivdir yəni. Hollandiya deyəndə elə Maysə xanım yada düşür. Yəni o qədər aktivdir, vətənpərvər bir xanımdır. Qarabağlımızdır və onun təşkilatçılığı ilə çox gözəl bir konsertimiz oldu. Orada da nə qədər insan var idi, nə qədər Başqa tonqal şəhərlərdən başında da. gəlmişdilər. Yəni əcnəbilər də olur da, yəni o tamaşaçılar Əlbəttə, təkcə bizim bəli, bəli. soydaşlarımız deyil. Bəli, bəli. Çox Bəli. olur. İnanın ki, onlar da elə gəlirlər, elə bir də görsən ki, elə neçə dəfələrlə gəlibdilər ki, siz boğazınıza nə qoyursunuz, alət qoyursunuz, oradan nəsə belə qəribə səs çıxır. Qəribə sualları. Hə, onlar bizim zəngülələrimiz onlara maraqlı gəlir də. Ki, öyle onlar da bilirlər axı. bizdə fərqlidir axı. Çox Bəli. maraqlıdır. Yəni çox sevirlər. Həm də ki, insan özünü həqiqətən bax belə pis çıxmasını, muğam adı gələndə ordakı gənclər də, yaşlı nəsildə, düzdür bizdə gənc nəslin o qədər də çox istəyi, meyli azdır. Bizi orta nəsil və yaşlı nəsil daha çox dəstəkləyir. Amma ki, Avropada baxırsan ki, inanırsınız ki, fərq qoymurlar. O qədər bizim özümüzünkülər də, orada yaşayanlar da o qədər biz özümüzü inanırsınız ki, hesab eləyirik ki, ay Allah, biz day belə
Əslində elədir. Bəli, əslində Çox belə elədir. gözəl Çünki onlar qarşılayırlar, həm də deyir o həqiqətən. acdılar da bizim Yo, biz həm də bilirsiz nə var burada Sevinç xanım. Rəvana xanım düz qeyd elədi. Muğam elə bir musiqidir ki, o kamilliyi sevir də, yəni kamil musiqidir. Bəli, yaşa dolduqca, amma bizim elə xaricdə yaşayan gənclərimiz Azərbaycanda da var, yəni ki, az sayda deyil. Elə gənclərimiz var ki, 20 yaşında tələbədir, 18, 16, 15 yaşında şagird eləsi var. Amma inan ki, yəni bu adam intellekt səviyyəsi yüksəkdir, bu oxuyur, mütaliə edir və bu qulaq asır da, rocka da qulaq asır, anlayır yəni. popa da qulaq asır, muğama da qulaq asır. Görür ki, muğam başqa şeydir. Bəli, muğam belə çox gənclərimiz başqa bir var, çox. dünyada, başqa bir aləmdir. O cür gənclərimiz sözsüz ki, çox olsun. Əslində o cür gənclərin yetişməsində də o ailə dəyərləri də çox önəmlidir. Bəli. O valideynlərdən aşılanan o sevgi də söhbət. Bəli, adam var deyir, mən babam qulaq asırdı uşaq vaxtı, hə, 5-6 yaşım var idi, onu da belə gəldi. Sonra deyir, böyüdüm özüm deyir qulaq asdım. Mən məsələn xatirələrə qayıdırıqsa, məsələn mən də xatırlamıram ki, Novruz bayramıdır bizdə hər zaman ya Hacı Baba Hüseynovu verirdilər yarıcılıq gecəsi. Allah rəhmət eləsin. Ya Böyük Məhəmməd sənətkar, Bağırzadənin həqiqətən də ruhları şad olsun və o sənətkarların əslində ruhunu onlar bu gün sizdən alırlar. Çünki bu gün sizin çiylərinizdə bu sənəti daşımaq kimi bir missiyanız var. Başlıca bir missiyanızdır sözsüz. Şərəfli missiya. Bəli, bəli. Və Rəvan bəy sizinlə də elə istərdik bir milli musiqimizin bir qolu da aşıq sənətidir, aşıq yaradıcılığıdır. Və bu irsən o gün izlədim sizin səhifənizdə bu hardasa sizin belə deyək də torpağınızda, vətəninizdə Qobustandanmı gəlir? Bəli. Yəni nə zamandan artıq həm də aşıq ifaçılığı sizin yaradıcılığınızda bir prioritet təşkil etməyə başladı? Çox sağ olun. Aşıq musiqisi Azərbaycan folkudur. Yəni bu bizim kimliyimizi, mədəniyyətimizin birbaşa ana xəttidir, belə deyək. Elədir. Və bizim Şirvan aşıq mühitində biz böyümüşük. Mən özüm Şamaxının Şıxzərli kəndindənəm, Qobustanın. Və bizim kəndimizə saysız, hesabsız belə deyək, böyük sənətkarlar olub, indi də var. Aşıq Əvəz Hacıyev olub, Aşıq Mahmud Ələsgəroğlu olub, Aşıq Vüqar Mahmudoğlu olub. Allah rəhmət eləsin. İndi qalanlardan Aşıq Xəyal var, Abgül Mirzəliyev, Zabit Nəbzadə. Yəni maşallah Mirzəliyev bizim yaxşı xanəndələrimiz, yaxşı aşıqlarımız, cəmaatımız elə bir ki, yəni bunu istəyir də, kənd cəmaatı. Yəni adi belə deyək də, məsəl üçün oxumaqdan oxumaq fərq var da. Orada məsəl üçün adi oxumaq keçmir də, belə deyim. Burada məsəl üçün burada deyəndə bəzi məclislərdə ola bilər də ki, ona deyirlər ki, hə, oxuyur da indi. Amma bizdə məsəl üçün çox belə yüksək tələb var da, yəni ki, bəli, elədir. Və mən də gözüm asan elə aşıq musiqisinə qulaq asmışam. Atam daha doğrusu qulaq asıb. Belə bizdə Aşıq bəylərin, Aşıq Rızanın, Aşıq Məmməd ağanın, Aşıq Barat, yəni saysız hesabsız da, yəni kimlər deyim. Atam qulaq asıb çox sevir o musiqini. Düz mən xanəndə təhsil almışam, Bülbül adlı orta ixtisas musiqi məktəbində kiçik yaşlarımdan. Amma eyni zamanda aşığı da eşidirsən. Bu da musiqi də elə şeydir ki, şifahid də bunu eşidə öyrəşirsən. İstər-istəməz artıq qanına hopur, bəli. Və hardasa bir 15 yaşımda, 14-15 yaşımda mənim atam elə məni apardı Aşıq İslam Rızaoğlunun yanına. Allah ona rəhmət eləsin, qəni-qəni. Apardı onun yanına. O da məni dinlədi, belə səsimə də vuruldu. Və mənim bir müsabiqə vardı, aşıq müsabiqəsi. Oradakı mən səni hazırlaşdıracağam. Heç məni ora götürmürlər ki, bu saz çala bilmir. Dedim mən öyrədəcəm. Elə oldu ki, bir həftə ərzində mən bir 2-3 dənə mahnı öyrəndim. Getdim, belə sonra saz aldım filan, besməkan artıq. Amma 1-2 ildən sonra məşğul oldum. O dünyasını dəyişdi, cavan dəyişdi. 35 yaşında dünyasını dəyişdi, Allah rəhmət eləsin. Mən ondan sonra biraz həvəsdən düşdüm aşıq musiqisinə. Yəni aşıq kimi davam eləmədim də sadəcə. Yenə xanəndə kimi gəldim, universitetə qəbul oldum, Mədəniyyət və İncəsənət Universitetini buranı bitirdim. Amma elə oldu ki, Səs Azərbaycan layihəsi oldu bizim bəli ictimai televiziyada. Mən də ora qoşuldum və orada həm bəstəkar mahnısı ifa elədim, həm muğam ifa elədim. Elə oldu ki, görə sənətkarımız elə Aşıq Samirə də orada müştərilər var idi. Samirə, Aşıq Samirə, mən elə Aşıq Samirənin komandasındaydım. Və o da bir sizə təkan oldu da, yəni bəli, əlbəttə ki, finaldaydım mən. Orada düşündüm ki, nə edim də belə maraqlı bir ifa olsun. Düşündüm ki, bəstəkarı oxumuşam, muğam oxumuşam. Olmayan, yəni görsənməyən tərəfimi görsədim. Elə oldu ki, aşıq musiqisini götürdüm, Peşrov oxudum orada Şəşəngi ilə belə.
çox böyük Qəbul olundu, maraqla, sevildi. çox Bəli, böyük. böyük bir Yəni, ajotaj və inan ki, yarandı. mən ora aşıq paltarı geyindim. Yəni sırf Aha, dədə-baba aşıqlarımız sırf Milli aşıq. ruhda və çox Bəli. möhtəşəm Çox. xatırlayıram. Kəməri, bəli. nə bilim ayaqqabıları, papağı belə də əməlli başda belə təmiz aşıq paltarında. Elə Fransada da elə idi. Hə, mən Orada da Orada da var. yəni, Hələ gözəl. siz inanın mən Belə orada şirin göründü indi ki. cavan da dostlarımız, gənc dostlarımızı, Qəşəng rəqs estrada edir. musiqiçi dostlarımız var filan besməkəm. Mən deyirəm bu nədir də aşıq sən cavan oğlansan, yəni də bu elə bir şey aşıq görmüşük ki, belə daha da yaşlı, belə olğun adam Niyə ki? olur da. Bəyəm aşıq cavan olmur. Aşıq Yox, cavan olur, təbii. Sənət yolu bir cavanlıqdan Cavanlıqdan başlayır. keçir. Təbii cavanlıqdan başlayır, amma Bəli. aşıq ağır musiqi daxıdır. Yəni o enerjini ötürür də belə deyim. Bəli. Hə mən dedilər ki, sən də aşıq geyimi dedim, ha, mən öz işimdəyəm də, yəni mən bunu istəyirəm. Çünki sevirəm axı mən bu musiqini. İçinizdən gəlir, Bəli. daxilinizdə o sevgi var, o aşıq sənətinə. Bəli, ifa elədim Həm də və qəbul bilirsiniz, olundu bəli. doğrudan da. Elə nəinki Azərbaycanda, elə dünyada belə deyək ki, bu yayıldı. Bütün Həm də bugün Azərbaycanlılarımız xanəndə aşıq kimi fəaliyyət göstərir. Bəli, indi elə Çox istəyirlər gözəldir, əslində. bəli. hə elə istəyirlər, elə siz onu elə istəyirlər. Fransada, Hə deyirlər ki, yəni nə olar, saz da gətirin bəs. Bəli, Aa, Fransada falan təklif filan. gələndə birinci bizə dedilər ki, bəs Rövşən müəllimə dedilər ki, bəs belə-belə də Bəli. Oğlan var, siz tanıyırsınız. hə, siz gəlməyi. Sonra dedilər ki, bir dənə də oğlan var, cavan oğlandı. Özdə çox gözəl də belə rəqs eləyir, aşıq saz Siz çalmaq. də demək ki, yaşında yəni qalmısınız. Rövşən bəli. dedi ki, ay Rəvanə, görəsən o kimdir o? Bizdə elə bir xanəndə var ki. Hə, dedilər ki, adı da Rəvandır da. Rəvan, Rəvan. Dedim mən Rəvan elə Rəvan o Rəvandır da. Başqa Rəvan yoxdur. Rəvanə, üzr istəyirəm Rəvanə xanım, söz kəsirəm. Paylaşmışıq deməli ifalarımızda yazılar ki, bunlar bacı qardaşdır. Rəvanə. Siz də əslində doğrudan da ümumiyyətlə sənət də yeniliyi sevir. O Əlbəttə inkişaf ki. da Təbii, olur. əlbəttə. Yəni siz uşaqlıqda o aşıq sənətini yiyələnmisiniz, öyrənmisiniz. Bu gün muğam müsabiqəsində də əlbəttə ki iştirakınız, elə sizin də özünüz də müsabiqələr də bir sənət adamının yetişməsində böyük rol oynayır. Amma ondan sonra əlbəttə ki dayanmamalısan. Yəni o Əlbəttə, yeniliklər hər gün, hər etməlisən. gün, hər Və vaxt ona görə işləməlisən. də bəlkə də elə insanlar Bəli. gözləyirdi ki, elə o xanəndə aşıq sizin simanızda, bugün sizin timsalınızda o bizim qədim sənətimizi ikisini də birdən yaşadırsınız və bugün bu nadir hallardadır. Həm də ki, çox az sevişəm. saydadır. Bir şey də deyim ki, xanəndələrin demək olar ki, 80%-i aşıq avazında, aşıq boğazları var. Hamısı fərqlidir. Bəli. Yəni ifa edə bilmirlər. Səs tembrinə düşmür. Elə hər xanəndə oxuya bilməz. Yaraşmaq söhbəti var da. Yaraşmaq söhbəti var. Yəni onu Səs hər O demək deyil- istəsə belə hər adamda Bəli, da O əlbəttə demək ki. deyil, onlar yaxşı oxumur, yaxşı oxuyurlar, yaxşı xanəndələr. Tembr məsələsi var. Sadəcə da, aşıq uyğunlaşmağı. aşıq musiqisinin öz şivələri var, öz Bəli. xarakteri var da, öz xasiyyəti var. Əlbəttə Bəli. ki, Onu ona görə ötürmək yəni ki, bu özü də bir üstünlükdür də. Bilirsiniz həm də nə maraqlıdır. Bu gün bax dünya ölkələrində çıxışlarınız olub və böyük anşlaqla da böyük bir coşğu ilə keçir. Ümumiyyətlə dinləyicinin istəyi nədir bu gün? İfaçıdan, konsertə gələn o səbirsizliklə yolunuzu gözləyən insanlar var da, özünüz görürsüz. Ən çox tələbat, istək, arzu nədir? Onlar sizdən gözləntiləri nə olur adətən? Ən çox gözlənti, inanırsınız ki, son 2 ildir artıq. Yəni 2007-dən o səfərlərə Bəli. başlamışıq getməyə. Amma ən son hiss eləyirik ki, artıq repertuar baxımından gedəndə, getməmişdən öncə son 2 ildir ki, kimlər ki dəvət eləyir, hansı xəttlə fərqi yoxdur. Bu konsertləri təşkil eləyən təşkilatçılar artıq eyni repertuarlardan yorulduqlarını bildirirlər. Ki, yəni ki, eyni olmasın, artıq oradakı tamaşaçılar da özləri də bundan yorulublar və artıq daha fərqli, daha maraqlı və yaxud da Elə bayaq dediyim o yenilik bəli, istəyirlər yenilik onlar da, istəyirlər və bəli. çox belə daha şən şağraq şux Bəli. melodiyalar. Düzdür, bilirsiniz, əslində bunun olmağı da normaldır. Niyə? Biz məsələn əvvəllər Qarabağ şikəstəsini həqiqətən hüznlə ifa eləyirdik, amma bilirdik ki, bizim torpaqlarımız alınacaq. Yəni Bəli, ki, ümid var bizimdirsə idi. bizimdir. Bəli, ümidimiz var idi. Heç vaxt ümidimizi itirməmişik. Elədir. Amma
artıq biz bunu coşğu ilə, yeni sözlərlə ifa eləyirik. Yəni niyə görə biz Avropada, Amerika olsun, hansı ki qitə olur, Asiya olsun, hara olur olsun, artıq biz bunu niyə belə ifa eləməliyik ki? Yəni biz artıq repertuarımızı həqiqətən dəyişməyimizin vaxtı, tam vaxtıdır. Zamanıdır, Çünki bəli. biz artıq qələbə qazanmış ölkəyik. Və bunu dünyaya səs bəyan salmışıq, etməliyik, bəyan bəli, eləmişik bəli. və ona görə də artıq biz bunu Çox doğru. çox mərdliklə, çox belə qürurla biz artıq bunu rahat şəkildə bunu biz sevincimizi, qürurumuzu, bəli, belə biz varıq Azərbaycan. Və uzun illərin o həsrəti, Bəli. o niskini necə ki düzdür biz soydaşlarımızla orada görüşəndə onu hardasa dərdləşirdi, amma bu gün artıq sevincimizi paylaşmalıyıq. Ona görə də Bəli. bu artıq tam fərqli bir format olub və inanırsınız ki, o qədər də gözəl qarşılanır bu. Bəli, bəli. Çox sevirlər bu yeni repertuarları ki, ayda nə yaxşı oldu. Baxın filan kəs gəlmişdi, yenə eyni şey oxudu. Filan kəs gəlmişdi, amma deyirsiniz nə yaxşı deyir, gəldiniz. Həqiqətən Bilirsiniz, Azərbaycan musiqisi zəngin musiqidir. Yəni Çox bunu dünyada, şahanədir. yəni tanıyan bizim musiqimizi, mədəniyyətimizi bunu hamı təsdiqləyir musiqiçilər. Yəni burada təkcə 3 dənə, 5 dənə mahnı deyil. Bəli. Yəni bəzən görürük ki, Bəzən artıq o qədər yəni eyni, hə, bəli, o yəni bu 5 mahnı populyardır deyil, bəli. onları da seçirlər. O düzgün o qədər fikir deyil. bizim, Düzgün yəni, fikir deyil. əsərlərimiz var, bəli. çünki bizim mahnılarımız hamısı bir-birindən gözəldir. Düzdür. Yəni o bir mahnıları onda biz unuduruq da, belə çıxır da. Hələ mən Elədir. sizə onu deyim ki, orada yaşayanlar, orada yaşayan Azərbaycanlıların o qədər gözəl musiqi zövqü var. O qədər qədimi, gözəl repertuarları bilirlər. Bilirlər, Elə hə. baxırsan ki, ayda bu mahnılar heç bizim yadımıza düşmür. Mənim İnanırsınız? dostum var, Hollandiyada yaşayır, gözəl. Səbuhi, onu da salamlayıram. Aha. O gün elə biz görüşdük Amsterdamda, orada yaşayır. Bəli. Göstərir mənə ki, bax filan mahnı var İslam Rızayevin repertuarından. Filan mahnı var Şövkətin Allah rəhmət eylesin repertuarından. Belə göstər, baxıram ki, orada elə mahnılar var ki, heç onu mən hələ eşitməmişəm. Heç eşidin az-az ifa Hə, olunandır. baxıram deyirəm, Əhsəndən nə yaxşı Əslində mənim onlara dostum belə burada adamdır. bütün dünya Azərbaycanlıları salamlayırıq. Çünki sonradan bizim verilişimiz Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarına yerləşdiriləcək. Oradan dünyanın hər yerindən həm də izləyə Bəli. biləcəksiniz. Buradan salamlarımızı və təşəkkür edirik ki, bax unutmağa qoymurlar, Əlbəttə, unutmurlar bəli. və onların əlbəttə ki, ən böyük arzusu, istəyi məsələ Azərbaycanı vəsf edən Bəli. mahnıları eşitmək, sənətkarları eşitmək və çox az bir vaxtımız qalıb. Sonda istərdim canlı bir duetinizi elə buradan ərmağan edək, həsr edək bütün bizi sonradan izləyəcək izləyicilərimizə. Bəli, çox az bir vaxtımız qaldı. Bir daha təşəkkür edirəm Rəvan əzizim. Rəvan bəy, çox sağ olun. Çox Çox sağ xoş olun. oldu. Əslində söhbətlər bilirəm, xatirələr bundan sonra hələ çox olacaq. Azərbaycanın səsi, sənətimizin səsi elə sizin timsalınızda hər zaman ucadan və ən böyük zirvələrdən bizim əlbəttə ki, dünya ölkələrindən, amma əlbəttə ki, həm də Qarabağımızdan gəlir, Xankəndidən gəlir. Bu yolda sizə uğurlar. Son olaraq ürəyinizdən nə Çox keçirsə sağ olun. canlı-canlı Bizə eşidək. təşəkkür edirik Var sizə, olun. Mədəniyyət Nazirliyimizə, Bəli, bu dəvətiniz tədbirlər üçün, bu Bəli, dəvətlər bəli, hər üçün. şey üçün. Biz də musiqimizi sevə-sevə Bəli, necə deyirlər, həm dövlətimizə, təmsil eləyirik, həm xalqımıza, təbliğ eləyirik. Mehriban xanıma, hər şey üçün. Çox sağ Mən olun. həyatımda bu qədər o 2007-dən bu günə olan bütün yaşadığım möcüzələrə görə həqiqətən də dəyərli Mehriban xanıma Ay, dərin maşallah, təşəkkür bəli. edirəm. Gələn il jubileydi ya. Möcüzələrdir yaşadıqlarım. Bəli, gələn il artıq Bəli, 2027-də onu da qeyd eləmək lazımdır inşallah. Buyurun, söz sizdədir. Dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Alıbdır ağlımı başdan, keçmək olmaz bu göz qaşdan. Alıbdır ağlımı başdan, keçmək olmaz bu göz qaşdan. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar.